Yeni bir videoya salamlayıram. Bugün çox gözəl qrafikli bir kargo daşıma oyunu oynayacağıq. Həm belə vanla daşımaq olur, həm də tırla falan daşımaq olur. Amma markalı maşınlardır hamısı. Tək problem odur. Yəni gedək maşınımızın yanına. Açar var. Bunu tez basaq. İşıq yandı. Salon zatı həqiqətən çox gözəldir. Gəl artıq minək maşınımıza. Yəni belə gedək, Open Cars başlat belə. Maşınımızı mənə indi bu işığı bağlayaq. Buradan artıq deyə yavaş gedək. Bu arada oyuna yeni başlayan üçün gəlin təzədən başlayaq. Mən buradan elə belə başladım maşınınızı qarajda göstərməyə. Oyuna başlayanlar bilməyəcəklər necə təzədən başlayacaqlar, oyuna girəcəklər. Ona görə gəlin girək bura menüyə. Görürsünüz kimi belə bir şey qarşılayır sizi. Buradan Jobs yazıb. Ona giririk. Buradan bir dənə yük zat seçirik. Gəlin bunu seçirsiniz. Bir dənədir. Seçsik bunu. Aşağıda yaşıl nəsə yazılmışdı, görmədim. Onu basan sonra gətirir təbii ki atır qaraja. Qoy yüklənsin. Görürsünüz ki burada 3 dənə maşın var. Tırdı bir də mandır. Gördüyünüz kimi xəritəyə baxanda aşağıda da var xəritə. Mənim facecam olduğu yerdə də var. Qırmızı xətlərlə gedirik. Qarajın içinə giririk. Girə də bilməzdik. Böyrünə də gedə bilərdik. Amma nəysə gəlin girək bura. Getdik. Bunu açaq. Gəl saxlayaq burada. Bu siqnaldır. Gördüyünüz kimi işıq verir adamı. Bu daha güclü verir. Gördüyünüz kimi miqat eləyir. Bu yağış yağır bu arada oyunda. Yağış yağsa görsənlər. Yəni saxlasın artıq. Bu xəritəni göstərir. Yəni xəritə həqiqətən çox böyükdür. Yəni premium yerdə var. Saat yer oradadır nəysə. Sonra bu nədir? Bu güzgünü oynadırsan. Nəysə. Bu dörtlülərdir. Bunu atsam elə yuxarıdan sağ-sol aynadan baxırsan. Açdıq bunu. Sonra burada bu mavi işığın yanında bu işarə var. Ona basına düşürsən. Burada maşın xarab olanda burada pay 250 şey yaz avro. Onu bassan aparır. Aparır bir dənə yerdə təmir eləyir. Görürsünüz ki maşınımız burada 27-dən hasar alıb 27%. Bu 50-dən altdan yuxarı olsa ancaq aparmağınızı məsləhət görürəm. Sonra burada oturacaq tənzimləməsi var. Buna basanda oturacaq arxaya, qabağa, baş yuxarı aşağı sağa sola girsən. Sonra burada nə var? Bunu heç bilmirəm nədir. Biz ümumiyyətlə hər şey öyrəndik, gedək. 6 kilometr yol gedəcəyik. Gəlin bunu da göstərim sizə. 250 dolar verdi, görürsünüz kimi yüklənir. Mən bu arada oyunu hiləli yükləmişəm Google'dan. Amma bir çox oyunu hiləli yükləyirəm. Yəni hər şeyi alıb rahat oynayaq deyə. Bunu ödədik, görürsünüz kimi 0 fayda düşdü. Getdi yavaş-yavaş. Haradadır, buradadır. Oyunda trafik də var. Həqiqətən çox gözəl trafik olmaqda. Buradan dönək belə. Gəlin çöldən sürək. Çöldən də belə görsən maşınımız. Görürsünüz kimi miqatçı da nə olur belə. Keçmək olmaq nə olur? Düz gedirik də biz. Oyun ayarlarına gəlmiş olursaq, kontrolsuzdan buradan mən rol seçmişəm, burada setting yazıb. Rol seçmişəm. Yəni bunları seçə bilərsiniz siz. Butonları zaten seçə bilərsiniz. Gameplay. Burada ya vites ata bilərsiniz ya avtomatik oynaya bilərsiniz. Avtomat olar. Böyle kilometr qalır. Burada trafikdir. Ya bu az olsun, orta olsun, burada çox olsun. Burada clear trafik deyəndə görürsən bütün maşınlar təmizlənir. Qrafiklər oyunun qrafikləridir. Mən medium qoymuşam deyəsən. Mən medium qoymuşam. Çox dolmasın. Burada səsini almışam ki videonun içine etməsinlər. Getdi yavaş-yavaş. Görək. Bu arada yükü təhvil verib level kasırsan. Level kasırda böyük yük maşını da alırsan. Gələn videolarda. Yəni bu video maksimum dəstəklərinizi gözləyirdim. Yəni gələn videolarda oynayarıq onu. Əslində o dedim tırları almışam. Prosto deyirəm bundan başlayaq. İlk maşın budur.
Dəstəklərinizi gözləyirəm. Biraz dəstək verəndən sonra davam eləyər yol böyük tırlarla. Bir iki bölüm balaca maşınlarını çəkək, sonra böyük tırlar başlayacağıq. Sürət 50-də biz 80 keçmiş yol. Polis gəlib cəza yazır. Onu keçir ya buranı. 70% şey benzinimiz var. Varmış, nə qədər oldu görüm. 42% oldu ya. 42% nədir? Ha, neynədir? Bizə tezcə keç. Buradan belə dönürük. Biz hara gedirik? Bax. Navigator qatıq burada. Biz indi belə buradayıq da. Biz belə götürsək ara sağa dönməliyik də. Göstərdi də. Yəqin ki, bura dönür yəni. Düz gedirik. Hafısı gedək. Gedə bir dənə ora çataq. Yeni bir gecədən hər kəs salamlayıram. Gördüyünüz kimi artıq gecə oldu oyunda. Burada demişdim premium əraziyə girəcək. Burada yo entered the premium area deyir. Yəni premium areaya giriş yapdıq. Premium ərazidir. Nəysə burada varlılar zatlar yaşayır. Premium elə nəzərə tutur. Polisə də kəs gördünüz dostlar. 14 km üstündəyik hızın. Kontrollar yaxşı getmir. 70'li yolda 80 gedirdi, kəsəcəkdi. Dönmür buradan. Yaxşı qutardıq. Dönsəydi qoymuşdu bizə. Yaxşı qutardıq. Görək, qutardıq, yaxşı qutardıq. Gözə. 50'li yolda 80 nədir o? Dönmür, rol ölüb, dönmür. Sən heç dönmür, rol. Rol var ha. Rol deyir ki, mən gedib eləmirəm heç yerə. 50, 80. 8-ci vitesdə də ola. Bu mənim kayfım yaşayır. Yox 8-də deyil o. Hə 8-dəymiş. Sür də qaqam, sür. Dur baxır üzümə. Gecə şey yaxşı da. Gecə olmağı. Sən belə qəşəng görsənir. Burada yuxarıdalarına basan kimi bu zibil barmaq gəlir. Kameranın nə? Facecam bağlayır. Allah səni sizin mən polisə görə oldamsız qaqa. Dönürsüz qaqa, tez dönün də durub nəyə baxırsınız qaqa. Sizə görə heç günə qalacaq maş. Burada 50'lik sən can kim sürər? Dönməyə desən cəhənnəm. Burada 50'lik kim sürər qaqa? Dən marqatlayım səni dönmədən hə, hafif qutardıq. Dönsəyə gəlib girmişdi ağaclığa. 1 kilometr qalıb yolumuz. Videonun yarısına çoxum yol gəlməklə keçirdi yola. Aydat. Təkərdə problem var deyəsən. Təkər fırlandı o tərəfə. Getdik. Burada şey var vitesin yanında. Normal, power, eco var. Bunu ecoya qoyanda da zor gedir. Bu elə bir ki bu normaldır. Bu power sportdur. Eco'da sport plusdur. Orada şimdi fırlanca buradan gedir. Yala maşına baxayım. Bu Eco'da sport plusdur qəşəng gedir. Allah. Onun yuxarısında kruz var. Onun nə olduğunu bilmirəm. Hələ çatmır mənə. Ben biraz gedir o tərəfə. Çox şirin içərdən sürür. Biz çöldən, hamı çöldən sürür. Bir dənə biz içərdən sürürük. İçərdən sürməyə xoşlayıram deyə. Onca içərdən sürürəm. 50. Dönməyəcək bura. Biz hara gedirik? Biz düz gedirik də. Xəritə oradadır, oradan zülümlə görürəm. Görüm. Buradan keçirik. 18 kilometrin üstündəyik. 20'ni keçdi. Keçdi 20. 50'lik yox. 90'lar keçdi, 90'a oba. Maşının 110 basdığı günlər var idi. Ve maşın olmasa, burada çox maşın olmasa, biraz səhər olsa zor olar. Bu ışığı yandıraq, daha yaxşı görsən. 100'e satırır, deyirəm də 110 olduğu yollar var. Allah, 30'u gördünüz. 43% hasar gördük. Deyəm 50'dən yuxarı olmalı dostlar. Qabaq sağ təkər partlayır, sağ təkərdə qabaq sağ təkər partlayır belə düpbəz qoyursan amma dönür bu tərəfə gedir də. Düz gedəmir. Gəlir rol ancaq belə tutasan. Rol buraxdı sadəcə gedir sağa. Elə bir problem var. Sağ təkər partlayır və salam. Ona görə çalışdığınız qədər heç nə dəymir, rahat sürün. Görək. Kəsildi burada. Yəni, buradan hara gedək? Navigatorda biraz xiyardı.
Qaqa. Biz hara gedirik? Mənim maraqlıdır. Hara gedirik biz? Və indi bura gedirik. Navigator xiyar deyə. Həqiqətən də bu navigator xiyar. Tamam, videonu açacaqdım. Təkərin içindən zibil oldu. 51 oldu. Qabaq sağ təkər təmiz getdi də. Və görürsünüz ki, baxın, buraxıram, görürsünüz kimi sağa gedir. Dönür sağa. Amma buradan dönə bilərik. Amma o qədər dönmür. Yəni, elə bir ki, motor biraz hasar gördü. Nəhayət gəlib çıxa bildi bura bu zibil navigator sahəsində. Allah bu navigatorun bəlasını versin inşallah. Xəritəni daha yaxşı bilsəydim, car parking car simulator kimi xəritəni yaxşı bilsəydim özüm sürdüm. Bu zibil navigatora ehtiyac olmazdı. Açaq buradan load cargo deyirik. Yüklədik buradan. Close door deyirik. Mindik. Hə, valla bezmə bu navigatorun əlindən. Niyə Allah bilir, qabaqda bizə səhv göstərəcək. 3 kilometr. 3 kilometr bir an hara gedirik biz? Belə gedirik. Biz indi burada təmir yeri yoxdur. Hə, gedək təmir eləyik. Bir dəqiqə təmir yeri buradadırsa buradan ora çox olacaq. Hə, ben buradan alacaq. Nəsə gəlin gedək buradan elə. O qədər də pis şey yoxdur. Hə, 100% onda da gedir bu maşın. Yəni 100% hasar görəndə də gedir. Amma prosta yavaş gedir də. Yəni bayaqki sürətə baxın, getdiyimiz sürətə baxın. Buradan yaşıq çıxaq. Rolu ancaq yəni sağa sola verməklə keçir də. Yəni buranı keçib biraz qabağa getməliyik də, saxla. Qırmızın Allah o kimi də qoydu mənə. Kayfıllıq qırsan. Keç. Qaqa tez sür, qaqa tez sür. Ayda dönməyin də, ayda qaqa sürün də, nə olar qaqa sürün, cəhənnəm olun da, nə? Prava verək bizi. Busa getdi. Arkadaşlar baxa güzel qoyur mənə. Görsən yol yoxdur, hara keçməliyəm. Bəlkə bir qabağıma gəldi qoydu mənə. Qəza oldu. Bir tormuza bassan nə olar? Ailəm dağlar gedər. Buradan sağa dönürük. Baxın qoymuşdu az qalsın o maviyə. Qara maviyə qoymuşdu. 59% oldu ola. Hə, səhər də açılır. Qara maviyə qoymuşdu. Mavi bilə keçir qabağına. Qara saxlamır. Buradan marqetek kimsə yoxdursa dönək bura. Oy 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 oy. Az qalsın dəymişdi. İkinci bölümü istəyirsə 20 like atın. 20 like-da ikinci bölümü gələcək bunun. Və daha çox başqa hansı oyunlarını oynamağımı istəyirsə oyunların adını yazmağınızı məsləhət görürəm. Yəni gəlib TikTokda, Instagramda da yazmayım. Yəni yorum var, elə yorumda açıqsa yazın. Yəni hər dəfə oynamaqdan bezdik. Allah Allah. Hala getdi o bu. 90'lık yolda yenə. Bu drift eləyəcək. Drift show eləyəcək bu. Noyətdə olsa qəşə drift eləyərik. 2 kilometr qalıb. Oy 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 az qalsın dəymişdi bizə. Onun üçün gəldi. 80 zaten gəldi oradaysa. Buradakı maşınlar da dəhşətdir. Ben də nə işim gözləməyim. Yolda belə şeylərə baxın, tullanıb düşürük aşağı. Bunun qabaqdakı hərəkətən başımıza bəla oldu ya. Saxla bir dəqiqə, saxla. Yol ortasına saxla, gəlib neynəcək? Saxla. Mən bir şey çatmır. Bu təkər hasar görüb də. Arxa təkərin bir dənə şeyinə baxın. Yəni peredokuna baxın. Partlayıb eləməyib də. Bir dənə buna baxın. Arxa təkərə bu eyni şeydir. Bu niyə partlayıb? Nasıl partlayıb ola bilər? Yoxsa bu dönmüş kimi görsənir. Bu təkərin üstəki peredok biraz daha böyükdür. Partlayıb da bu daha azdır peredoku. Təkərin üstəki şey az görsən. Arası azdır. Karnəkətsiz qabilən kesim qabağımıza qoydum mən, gördünüz, belə saxlayam sən belə. Arxadakı cavab səni qoyacaq. Neyse, arxamızda polis var, Allah. Rəiscə sən buradan uç ged, rəis. Cəsur da qıqı, cəsur. Cəsur, keçək biz də bura. Davay uçdum buradan. Əgər təmir edir, burada
Təmir yerəsən bir iki dənə xərclədir. Xərc çox böyükdür. Amma bir iki dənədir. Əlcan buradan keçək gedək. Al qaraya baxırsan, qara. Allah sənin kim qaranı, sən pro verən. O qara arxamdan qoydu ye. Məsələn, rolu sağ eləməsəydim, döndərmişdim məni. Yol edib düzdür. Qabağa dönməyə yer yoxsa vəssalam. Qara var ya qabağımızda. İnşallah qabaqdan maşın gəlməz. Qırmızıya baxırsan. Ca keç bura. Olma deymə, həfsə. Dəmirlərin içindən keçdi. Buradan isə dönürük sağa, deyirəm də. Gəldiysən dağ yürüyüşünə. Meşəli yoluna da gəldik. Sürətə bax. Burada 60 kimi sürən qırqa. Bu şey yoxdur, Lerikin zadını astıran dağınızı da oxşuyur. Buradan bir dənə maşın çıxmasa. Lerikin astıran dağınızı da oxşuyur bura. Dumanı zadda olur da. Burada dönürük biz. Saxla. Arxamdakı qoyur. Deyir ki, sən dönən deyilsən, sən düz get. Sən dönən deyilsən buradan. Baxın dostlar, naviqatoru görürsünüz. Naviqatorun xiyarlığını görürsünüz. Qaqa. Buradayım da. Görürsünüz ki, bu mavi tutacaq var. Mən bu yanda, yəni göstərir ki, buradan dön, get yuxarıdan fırlan gəl. Mənim beynim yoxdur ki, yuxarıdan gələm, fırlanım gəlim, yoxsa düz gedim. Həqiqətən deyirəm, bu naviqatorun xiyar birini tanımamışam. Naviqatora sual versək, ChatGPT-dən xiyar cavab verəcək bizə. ChatGPT-ni niyə nəzərə tutam desəz, yəni yalan danışır. ChatGPT-dən gəlib Gemini-dən sual cavab eləyərəm. Burada gəl, deyəsən restoran gəldi, ya bu nədir? Qabura gəlmişəm mən. Gəl kavə yemişəm burada. Burada maşın gəlmirsə. Gəl dönək bura. Burada işığı bağlayaq. Bura nədir o? Nə yazıb ola? Restoran. Deyirəm də restorandır bura. Yəni saxla burada. Yaşlar gəlirik burada. Saxlayırıq. Deliver kargo deyirik. Görün nə verir. 4 kilometrlik qismi verdi. Yuxum gəldi Allah. Demək olar paşti 2000 avro verdi. 25 bonus zat deyəsən, 25% bonus verdi. 8 level toplamda 2500 başlı 500 şey qazandıq. Bonus verdi deyə. Videomuz bura kimi idi. Belə videonun gəlmək üçün abunə olmayı unutmayın. Gələn videoda görüşərik.